Qadın bir şey istəyir. Amma cəmiyyət yozur. Yazıram, yazmalıyam, yaxşı eləmişəm, yazmışam. Bir qadın nə qədər tüfeyli ola bilər? Qoca kişi yalnız yatmaz. 18 plus. Mən deyirəm ki, mən onların yanında toya bayrama getməliyəm. Elza Seycahan çox ağıllı qadındır. Kütləni idarə edən strategiyası var. Ağlım çoxdandan mənim öz yolunda oturub. Elza xanım, niyə daşınız bu qədər ağırdır? Əslində çox ciddi bir şey deyil. Bax sən ailə qurmaya, ərə getməsən. Gecələr pianomla sevişirəm, ağ-qara dilləri ilə. Ərə getdim güyəmiş. Getmisən o evdən meydin çıxacaq. Kələm dolması, yuyulmamış qablar və evə gələn raya. O gecə nə yaşadınız? Bax məndən soruşmamış məni ərə verdilər, məndən soruşmamış məni boşatdırdılar. İndi mən öz yalanımı açıram, Allah məni bağışlasın. Ayda. Boşanmağa mən pis baxıram. Eşitdin nədir? Amma mən açıq-saçıq yazmıram. Bunu da bizim cəmiyyət qəbul eləyə bilmir. Çapıbdı at kimi anam, mənim Əzazil anam. Əzazilin də amma faydasını görmüsüz. Sənin sualın məni haralara apardı. Amma fikrim qalıb o brilliant xan pulu verdi ya yox. Təsəvvürlə mən onu indi heç kəs onu deməmişəm. Restoranda, şou proqramlarda qocalanlar gəlirlər dövlətdən ad istəyirlər. Giclər danışır, biclər susur.